Salam, hər vaxtınız xeyir olsun. Mən MİQ və sertifikasiya üzrə Azərbaycan dili təlimçisi Qasımova Röyalə. Bugün də sizlərə feil bölməsinə aid olan test tapşırığının izahı ilə gəlmişəm. Gəlin keçək sualımızın izahına. Sualımız belədir. Qoca keşikçi qəhqəhə çəkib güldü. Cümləsi ilə bağlı doğru fikir hansıdır? Gəlin ilk növbədə cümləmizi sintaktik təhlil edək. Çünki bu bizə doğru variantı tapmaqda köməkçi olmuş olacaq. Güldü, nə etdi? Güldü. Kim güldü? Keşikçi. Hansı keşikçi güldü? Qoca keşikçi. Qoca keşikçi nə tərzdə güldü? Necə güldü? Qəhqəhə çəkib. İndi isə keçək variantlarımıza. A variantında deyir ki, cümlədə frazeoloji birləşmə işlənməyib. A variantımız olacaq yanlış. Çünki mən cümləyə nəzər yetirdiyim zaman görürəm ki, cümlədə frazeoloji birləşmə işlənmişdir. Qəhqəhə çəkmək frazeoloji birləşmədir və cümlədə zərflik rolunda çıxış etmişdir. Qeyd edim ki, bizə doğru cavab variantı lazımdır. Keçirik B variantına. Təsriflənən feil idi hissəciyi qəbul edib. Gəlin cümlədə təsriflənən feilimizi tapaq. Təsriflənən feilimiz olacaq güldü feili. Gəlin güldü feilini kök və şəkilçi ayıraq. Sözün kökü gülmək feili, d, di, du, dü, 4 variantlı şəkilçimiz isə olacaq keçmiş zaman. Şühudi keçmiş zaman şəkilçisi. Qeyd edim ki, bu şəkilçidə qrammatik şəkilçi hesab olunur. Lakin bizə deyir ki, təsriflənən feil idi hissəciyi qəbul edib. Bir variantı da olacaq yanlış. Çünki biz bilirik ki, idi, imiş, isə hissəcikləri birbaşa feilin kökünə artırıla bilməz. Bu hissəciklər feilin şəkillərinin üzərinə əlavə oluna bilər. Biz isə sözə baxanda görürük ki, gülmək feilindən sonra birbaşa zaman şəkilçisi işlənmişdir. Həm də onu da qeyd edim ki, idi hissəciyi şühudi keçmiş zamana artırıla bilmir. Beləliklə, bir variantımız da oldu, yanlış. Cümlədə düzəltmə söz yoxdur. Gəlin cümləmizə baxaq. Qoca, sadə, keşikçi. Baxın, sözün kökü keşik, qorumaq mənasında, nəzarət etmək mənasında işlənilir. Çi isə isimdən isim düzəldən leksik şəkilçi. Mən cümləmdə düzəltmə sözü artıq müəyyən etdim. Lakin bizə deyirdi, cümlədə düzəltmə söz yoxdur. Bu da olacaq yanlış cavab variantımız. Keçirəm D variantına. Cümlədəki sifət dərəcələrə görə dəyişə bilmir. Cümlədəki sifətim qoca sifətidir. Qeyd edim ki, qoca cümlə daxilində kim sualına cavab versə də, morfoloji cəhətdən nitq hissəsi olaraq qoca sifət olacaq. Qoca, necə? Qoca. İndi bizə deyir ki, cümlədəki sifət dərəcələrə görə dəyişə bilmir. Bildiyimiz kimi sifətin 3 dərəcəsi var. Adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Azaltma və çoxaltma dərəcəsinin morfoloji və sintaktik əlamətlərini qəbul etməmiş istənilən sifət adi dərəcədə hesab olunur. Qoca sifəti də bu baxımından adi dərəcəli sifətdir. Mən qoca sifətini azaltma dərəcəsində işlətsəm, olacaq qoca təhər. Çoxaltma dərəcəsində işlətsəm olacaq ən qoca, lap qoca və s. Deməli, D variantı da yanlışdır. Çünki cümlədəki sifət dərəcələrə görə dəyişə bilir. Yanlışdır. Doğru cavabımız olacaq bəli, E variantı. Feil xəbər şəklindədir. Doğrudur. Gülmək feilinə zaman şəkilçisi qəbul etmişdir. Qəbul edib. Qeyd edim ki, zaman şəkilçisini qəbul etmiş istənilən feil xəbər şəklində hesab olunacaq. Buna görə də doğru cavabımız olacaq E variantı. Belə dəyərli izləyicilər, bugünlük sualımızın izahı bu qədər. Əgər sualımızın izahını bəyəndinizsə, kanala abunə olmağı və şərh yazmağı unutmayın. Hələlik!